Xəbər verdiyimiz kimi bugün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib. Lake Hotel restoranının yaxınlığında 4 əməkdaş cərəyan vurulması nəticəsində vəfat edib. Qafqaz İnfo onların fotolarını əldə edib. Ölənlər 27 yaşlı Cavidan Muradov, 20 yaşlı Cəmil Quliyev, 19 yaşlı Eltac Əliyev və 18 yaşlı Əkbər Zeynalovdur. Lake Hotelin mühafizəçisi bildirib ki, otelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada idi. Otelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli elektrik naqilinə toxunub. Dünyasını dəyişənlərdən biri Emil Quliyev Hacıqabul rayonunun Axtaçı Şirvan kəndindəndir. Bir müddət əvvəl hərbi xidmətdən gələn Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib. Binəqədi rayonu Biləcəri qəsəbəsində Lake Hotel restoranına ofisant kimi işə düzəlibmiş. Qeyd edək ki, rəsmi məlumatlarda həlak olanlardan biri Cəmil Quliyev kimi təqdim olunub, amma əslində o Emil Quliyevdir və Cəmil həmin şəxsin atasının adıdır.